Azərbaycanda 80 manat məbləğində aylıq prezident təqaüdü verilən müharibə veteranlarının sayı məlum olub. 2026-cı ildə 182.961 veteran prezident təqaüdü alır. Bu göstərici onu deməyə əsas verir ki, hər ay 14.636.880 manat vəsait müharibə iştirakçılarına sosial müavinət kimi ödənilir. Ölkə üzrə ən çox təqaüd alan veteran Qazax Tovuz iqtisadi rayonunda qeydiyyatdadır. Belə ki, hazırda bu bölgədə təqaüd alanların sayı 19.431-dir. Təqaüd alanların say azlığına görə seçilən bölgə isə Dağlıq Şirvan iqtisadi rayonudur. Burada hazırda 4988 nəfərə təqaüd verilir. Təqaüd alan sakinlərin sayının çoxluğuna görə ilk sırada Sumqayıt və Gəncə şəhərləri yer alır. Bu mənada ən aşağı göstəricilər isə Sədərək və Xızı rayonlarındadır.